Şərəfin oğlu fişəlik kimdir? Bacı ne olup? Getdin işləyəcə? Hə baba, 2 yerə getdim. İkisi də dedi hər nəyin okeydir. Vəli çon dedilər Türküdanistan ləhcün var, bizim işimizin dərdinə dəyməsən. Nə mənə deyiblər? Yadlarından çıxıb məmləkətin böyük başları kullən tütdü. Elə bu ləhcələri ilə kolli məmləkətə iftixar gətiriblər. Deyirdi mənim ləhcəm, eyb dərdi, mənim əsalətimdir, mənim rişəmdir. Onun əgər əslən əsəbi oləydi, sənin ləhcəyə ehtiram qoyardı. Sən bilirsiniz nə var? İndən belə bir kələmə də bir yerdə farsı danışmayacağam. Fəqət türkü danışacağam. Mənim bu ləhcəm rişəmdir. Qan təkin damarlarımdadır. Heç kim nə bir iş görənməz ki, mən dilimdən utanam. Sağ ol sənin qeyrəti var. Əslən onlar ki, rişələrindən xəcalət çəkələr, heç moğa ucalmazlar. Bəli, onlar əslən bilmirlər ki, türkü fəqət bir dillər. Həm qeyrətdir, həm fərhəngdir, həm iftixardır. Yadınızdan çıxmasın, biz türkük, bizim ləhcəmiz hər səsdən ucadır. Pəs yaşasın Azərbaycan, yaşasın ana dilimiz.